Nəsib! Nəsib çıxsana! Nə qışqırırsan, bütün səsini qonşu eşitdi. Nə olur bura? Canınıza azizlər olub, al qızına sahib çıxın. Sən bu qızı yersiz görmüsən deyəsən, hə? Onun yersi olsaydı, onun vaxtında sahib çıxardınız. Sən qudurmuşsan, hə? Səni bu əllərinlə boğub öldürərəm, küçük. Həddimi bil! Bu həyatda ən son kişi sən olasan, mən həddimi bildirən. Ay sol, arvadın sözünə qulaq as. Hə, bir də, vaxtın olanda qızla bir atalıq elə. Burada deyirləri, qızım var, dərdim var. Bizim o inşaat meselesi ne oldu? Harcılar ne dediler? Razılığa gelebildilər? Elə sənə də zəng gelib deyəcəkdim ki, bizim ortaqlığımız baş tutacaq. Ay seni, şad haber olasan. Ha, çok güzel, çok güzel. Onda belə elə də. Bir konavga təşkil elə, ortalığa. Onun şerefine bir oturak. Ne deyirsən? Hə, mütləq. Yaxşı, onda görüşərik. Oldu qardaş. Sağ ol. Bu da ölür də yiyib içməyi deməkdir. İndi biz nə edəcəyik, hə? Neynəyəcək? Gəldi səsini qaldırdı. Bütün aləm, qonşu hamısı eşitdi. Daha neynəyəcəkdiniz? Bu dəfə çox həddini aşdı Murad, çox. Dayan sən. Mən gedim evlərinin başlarına uçurdum, onlar da görsünlər. Səbirli ol Şəlalə, səbirli ol. Nə səbri? Hansı səbirdən danışırsan ay kişi? Gətirdi qızımızı it kimi atdı küçəyə, getdi. O sənin qızındırsa, mənim də qızımdır. Sənin ürəyin yanırsa, mənim də ürəyim yanır. Dedim sənə səbirli ol. Yaxşısı budur, get bax gör qızın nə edir. Mən özüm gedib danışaram. Mütləq danışar. Usta, o bizdən axırıncı dəfə pul alan oğlan var idi. Neydi onun adı? Murad. Murad. Onun borcunu vaxtından keçib. Deyəsən qaytarmaq fikri yoxdur. Neyniyək? Nə tədbir görək? Necə ya nə tədbir görək? Get, al, gətir. Dayan. Özünü gətir. Özünü gətir, görək niyə bizim pulumuzu vaxtında qaytarmır.
Ne oldu oğlum? Niye dayandın? Ata, mən anamı görmək istəyirəm. Axı biz seninle söz danışmışdık Ferhat. Axı mən anamı görmək istəyirəm, ata. Yaxşı oğlum, sabah apararım. Çox sağ ol, ata. İndi gedə bilərik. Hə, ata, gedə bilərik. Sadiq oyun danışdığımız iş necə oldu? Bir dəqiqə başla. Hə Murad, Sadiq, mənə təcil 200 manat pul lazımdır. nə olub sənə? Səsin bir təhər gəlir. Bir şey olmayıb ki? Heç nədə qardaşım, heç nə olmuyor. Sən mənə deyən pul göndərə bilərsən mənə yoxsa yox? Təcil. Ha, pul göndərməyinə göndərmə. Deyirəm sənə səsin bir təhər gəlir. Heç nə olmayıb, salamatçılıqdır. Hə, salamatçılıqdır. Kartı göndərirəm, karta pul atacağam. Yaxşı, yaxşı. Kartı göndər, pulu göndərmə. Təcil atdasan can, yaxşı. Təcil lazımdır mənə. Başa düşdüm də, deyirəm sənə kartı göndər, pulu göndərmə. Bax gözləyirəm amma yaxşı. Tez at. Salamatçılıqdır. Muraddır da. Yenə pul istəyirəm. Deyirəm o uşaq da heç düzəlmədi. Nə qədər onunla bundan pul istəmək olar? Dilənçi elə bil. Ondan bundan deyəndə ki, bir dənə məndən istəyir, başqa kimdənsə pul istəyir. O gün mənə də ağız açmışdı. Mən də verdim. Elə boş bekar gəzir, avaraçılıq. Amma belə olmur da, nə qədər. Elə bekar gəzəcək. Danışmaq lazımdır. Belə lazımsa lap iş də düzüb qoşarım ona. Hə də, mən də elə onu deyirəm də. Biz onun dostuyuq. Nəsə eləyək, onun üçün də bir şey eləyək. Nə qədər avara gəzəcək. Muraddır da, neysə. Murad hardadır? Ola bilmirəm. Necə yəni bilmirəm, hə? Bütün günü bir yerdə deyilsiniz. Yediyiniz, içdiyiniz bir yerdə yetmir. Nə deyirsən bilmirəm. Dolamısan əmə. Ged Murada dinən ki, 3 günə gətirsin, pulu çatdırsın. Pulu gətirib çatdırmasa, axırı heç yaxşı olmayacaq. Eşitdin əməni, düdük. Alo, hə qardaş, eşidirəm. Nəsir, eşitdiklərim düzdür. Sən nə edirsən, nə eşidirsən? Özüyü bilməməziyə vurma. Şalanla mənə zəng edib hər şey dedi. Qardaş, gəl biz onların işinə qarışmayaq, cavandılar. Arada söz-söhbət ola bilər, sonra barışacaqlar. Belə daha yaxşıdır. Bir-iki gün işim var, həll eləyim. Gəlib o işlər aydınlıq gətirəcəm. Yaxşı, gəl. Gəl görək nə edirik. Şəlalə ya. Axı sən niyə aranı qızışdırırsan? Sənə deyən lazım idi, Rasimə deginən hər şeyi. Sen bu durumu sana. Seni bu ellerimle boğup öldüreceğim. Haddimi bil.
Bura bax ha. Mən qızımı sən onu bədbəxt eləyəsən deyə verməmişəm sənə. Bildin? Bilirsən neyin yerində səni? Salam Arif bəy. Salam. Murad haqqında danışmaq istəyirdim sizlə. Yenə nə olub? Borc yiyələri Murad axtarırlar. Nə borc? Başa düşmədim. Qara Tahirdən borc pul alıb. Onu geri qaytarmaq lazımdır. Mən bilmirəm Murad hardadır. Necə borc alıbsa, canı çıxar, elə də qaytarar. Alo. Haradasan? Uşaqları bağçadan götürdün? Hə, uşaqları götürmüşəm bağçadan. Evə gəlirik, narahat olma. Hə, yaxşı anar. Sağ-salamat gəl. Ehtiyatlı ol. Nəsə lazımdır, evə gələndə alım. Yox, heç nə lazım deyil. Yaxşı oldu Aynur. Oldu, sağ ol. Qızım, necə keçdi bu gün ata ilə günün? Hara apardı ata səni gəzməyə? Yaxşı ana, çox maraqlı idi. Məni parka apardı, bir yerdə çoxlu gəzdik. Amma çaş sən də gələrdin. Gələn dəfə gedəndə ataya deyərsən, əgər icazə versə, onda bir yerdə gedərik. Doğrudan ana? Hə, niyə də yox. İndi gedək evə, sən bəyəndiyin yeməkləri bişirmişəm. Çox sağ ol ana. Atam gedib dalaşır birdən Muradla. Dalaşar da neyniyim? Atanın sakit görünməyinə baxmayı, əsəbləşəndə gözü heç nəyi görmür. Uşaqlara görə də çox narahatam. Görürsən neynirlər? Narahat olma. Qaynananın canı çıxsın, baxsın uşaqlara. Sən niyə narahat olursan ki? Ana, atama zəng elə də gör hardadır. Yaxşı, yığıram. Yox, açmır. Ana, nəsə olur birdən atama çox qorxuram mən. Yox, heç nə olmaz. Yəqin yolda da eşitmir. Arif, bu nə hərəkətdir sənin oğlun mənim qızıma qarşı edir, hə? Mən onun həyatına qarışmıram. Başa düşmədim, necəni qarışmır? Özü bilər, nəyi, necə edir. Bax, sən özün də bir atasan. Məni hamıdan yaxşı sən başa düşərsən. Sənin də qızın var. Gəl elə eləyək ki, övladlarımız arasında mehribançılıq olsun. Bilirsən, bütün günahlar sənin qızındadır.
Oğlumun sözünə baxmır. İstədiyi hərəkət eləyir. Yan görüm. Başa düşmədim. Necə yəni bütün günahlar mənim qızımdadır? Mənim qızım nə edib ki? Ha, sən onu məndən yox et. Get ondan soruş. Qızından. Arif. Bax sənə deyirəm. Səni də, oğlumu da əllərimlə boğub öldürürəm. Ged oğlumu başa sal ki, gedib qızımla barışsın. Yoxsa heç yaxşı olmayacaq. Qızın nə vaxt ağıllanacaq, nə vaxt sözə baxacaq, onda oğluma deyəcəm gəlib barışsın. Qızına de ki, ağıl olsun. Böyük kiçik yer bilsin. Nəyə baxma, ata? Sən dəqiq bu universitetdə oxumaq istəyirsən? Hə, ata. Oxuyub bitirəcəm. Bu uşaqlar da sənin kimi fikirləşib bu universitetə daxil olublar. Amma heç nə də oxumurlar. Hardan bilsən ata oxuyan deyirlər? Ay bala, oxuyan hər yerdə oxuyur. Onların hərəsinin əlində bir kitab, bir əlində də telefon. Gör kitabı baxan var, hamısı telefonla boş-boş yazışırlar, danışırlar. Bəlkə evdə oxuyurlar ata dərslərini. Oxuyan hər yerdə oxuyur. Sən nə danışırsan? Bunlardan oxuyan olar, lab oxudu qutardı. Sabah nə işləyəcəklər? Ya fəhlə, ya da usta. Ata, yaxşı indi də görün mənə. Hansı sənət seçim özümə? Atan nə ilə məşğuldur? Sən də o işlə, bizneslə. Yaxşı ata. Yusif, sür gedək ofisə. Alo. Az Şoket, sən oğlun belə qudurub ki, mənim qızımı gətirib qapıya atır. Danışanda səsinin tonunu biraz aşağı sal. Mən indi gəlib ora. Sənə qatacam, sən də oğluma qatacam. Görsün başınıza nə oyunu gətirəcəyəm. Dayan sən. Sən belə həyasızlıq eləyəcəksən, qızını qoy qabağına, övlüd nəsihət ver. Anasan sən. Şükür Allah, mən yerində, gözəlliyi də yerində. Sən get, öz toy oğlunun dərdini çək. Görürəm, çox savadlıdır, çox. Atalar yaxşı deyirlər. Anasına bax, qızına al. Az mənim qızım 2 dənə universitet qutarıb. Get sən bu savadsız oğlunun dərdini çək. Alo. Buna baxay. Özümə telefonu ad boy verdi. İndi sən baxarsan. Görməsən başına nə oyun gətirirəm. Dur. Hara gedirsən belə, ay Güney? Xəbərin yoxdur sənin olanlardan? Yox, nədən? Nə olub axı? Ay qız, Leyla yoldaşı ilə dalaşıb Leylanı gətirib axasının qapısına atıb Murad çıxıb gedib. Vay vay. Nə danışırsan sən, doğrudan? Hə, mən də indi ora gedirəm. Gedim görüm nə olub, nə məsələdir? Hər ailədə söz söhbət olur da. Barışarlar yəqin. Ay qız, sən bilmirsən o Leylanın canında nələr var. Ana, baba getmirik bugün. Gedirik qızım. Qoy Günel xalanla sağollaşım, əynimizi dəyişib, elə gedək. Yaxşı ana. Yaxşı Günel, görüşərik sonra. Yaxşı.
Niyə gəlməyib məni hazırlıqla götürməyə? Anama nəsə olub? Yox qızım, heç nə olmayıb. Şəlanı ilə xəstələni gediblər onun yanına. Gərək məni də aparadı nənəmin yanına. Qızım, qardaşın evdə təkdir. Gedək biraz ondan oyna. Harda olsa birazdan gələrlər. Yaxşı baba. Nə olub ay Murad? Burada niyə oturmuşsan? Elə bir dənizdə gəmilərin batıb. Dənizdə gəmilərin batsaydı. Vallahi ondan yaxşı idi. De görək, nə olub axı? İşsizlik, pulsuzluq. Hansı birini deyim? Ged Murada dinən ki, üçünə gətirsin, pulu çatdırsın. Pulu gətirib çatdırmasa, axırı heç yaxşı olmayacaq. Eşitdin məni? Düdük. Murad. Bazen. Heç səsini sonra deyirəm. Anar, mənim biraz işim var. Ged evə gələcəm mən də, yaxşı? Evə ged ha. Başqara gedəcəm ki. O avara sinif yoldaşlarım var ha. Bax, birdən onların yanına gedərsən. Sonra mən səndən başqa cür danışmayayım. Mən qardaşımın sözündən çıxaram. Nə sinif yoldaş, evə gedirəm buradan. Mən deyim sözümü, sonra demə mənə demədin, tapşırmadın. Yaxşı da, bəs də uşaq kimi danladın məni. Mənim 17 yaşım var. Bir ildən sonra 18 olacaq. Sərbəst insan olacaq mən. Hər 18 yaşı olan sərbəst insan olsaydı, hər şey çox gözəl olardı Anar. Sən mənim sözümə qulaq as. Mən hər şey sənin yaxşılığın üçün deyirəm. Yaxşı, ged evə sonra danışarıq. Sənlə mən neyniyəcəm Anar? Salam dayı. Salam. Dayı, uşaqlara görə çox narahatam. Necədirlər, yaxşıdırlar? Narahat ol. İçəridə nənəsindən oynayırlar. Arif dayı, danışa bilərəm Zeynəblə. Dedi bax. Nənəsindən oynayırlar. Sonra sən gedirsən. Arif dayı. Sağ olsun İsrafil. Çox böyük iş imza atdıq. Çox böyük. Hələm bu harasıdır. Bundan da böyük, gözəl layihələrə səninlə imza atacaq. Mən sənin səmiyyətinə inanıram. Bacarığını da bilirəm. İnanıram ki,
bu işlər yüksək səviyyədə alınacaq. Məndə kəlmədir. Yadımdadır, mən sənə söz verdim ki, bizim ortaqlığımız baş tutacaq. Bax, bugün baş tutdu. Elə ona görə də götürək bu badəni yeni layihələrimizin sağlığına. Sağ ol. Sən də sağ ol. Ha, Hikmət, nuş olsun. Buranın dadlı yeməkləri var ha. Buyur, nuş elə. Baxaq, baxaq. Yenə nə olub? O nə sir sifətdir? Qudan zəng eləmişdi. Bütün əsəblərimi oynatdı. Bura bax, mənim elə qudam yoxdur. Nə oldu? Toyda qudaların mahnısından ortadan çıxmırdın. İndi deyirsən ki, elə qudalarım yoxdur. Bir səhv elədim də. O vaxtı mən bunları adam bilirdim. Bir də bu nədir? Hər dəfə bunu mənim başıma vurursa. Harda deyə onlarda adamlıq. Adamlıq hara, onlar hara. Murad da evə gəlməyib. Arif, bilmirsən Murad hardadır? Nə bilim ya hardadır. Əgər belə çox narahatsansa, sən yenə soruş gör hardadır. Sənə də söz demək olmur. Cavab vermir. Görürsən hardadır. Gördün? Ben sana dedim. Oğurlamayaq. Bizim işler belədir. Bir gün olur, bir gün olmur. Əsas odur ki, oğurlamağı bacar. Ben oğurlamağı bacarmıram. Sən ki, malı sənə döysün, vursun səni kəst eləsin. Yox, onu da istəmirəm. Yaxşı, dur gedək. Görək axırımız olmaz. Arif salam. Salam İsrafil. Yenə nə olub orada? Murad deyir aləm qatıb bir-birinə. Nə məsələdir? Güya bilmirsən Murad sən. Murada söz demək olur. Qızla dalaşıb. Aparıb atıb atasının evinə. Uşaqlar da qalıb burada. Murad indi hardadır? Gəlin bir onunla söhbət eləyim mən. Bilmirəm hardadır. Səhər evdən çıxandı. Necəni bilmirəm. Arif sən çox rahat adamsan, İsrafil, sən Allah onsuz da səbiyyən, bəsdir da. Əgər vacib sözün yoxsa, sonra danışarıq. Yoxdur da, sənə nə söhbətim olacaq ki mənim? Sən hər şeyi dedin də.
qardaş, mən səndən neyinim axı? Necə olacaq bunlar? Qızıma vaxtında yaxşı tərbiyə verərdi. Yüreğim